Laçın rayon icra hakimiyyətinin başçısı Agil Nəzərli və ailə üzvləri barəsində sosial şəbəkələrdə və mediada şok iddialar yayılıb. Müxtəlif media resurslarında yer alan məlumatlara görə icra başçısının rəhbərlik etdiyi rayonda dövlət büdcəsi hesabına kölgə ştatları yaradıldığı və yaxın qohumlarına himayədarlıq edildiyi iddia olunur. Yayılan iddiaların oxu mərkəzində isə icra başçısının ailə üzvlərinin adları yer alır. Qardaşının həyat yoldaşı Pəri adlı şəxsin rayon məktəblərinin birində müəllim kimi rəsmiləşdirildiyi, lakin nə müəllim kollektivinin, nə də şagirdlərin onu indiyədək məktəbdə görmədiyi bildirilir. İcra başçısının qardaşı Müqabil Nəzərlinin rayon məktəblərinin birində psixoloq ştatında əmək haqqı aldığı, lakin faktiki olaraq iş yerində görünmədiyi iddia edilir. İcra başçısının həyat yoldaşının adının isə rayon mərkəzi xəstəxanasının tibb məntəqələrindən birində xadimə kimi rəsmiləşdirildiyi, lakin onun da işə getmədən maaş alan şəxslər siyahısında olduğu irəli sürülür. Ekspertlərin fikrincə isə əgər bu iddialar rəsmi araşdırmalar nəticəsində təsdiqini tapsa, söhbət fərdi qanun pozuntularından deyil, dövlət vəsaitlərinin mənimsənilməsinə yönəlmiş sistemli korrupsiya mexanizmindən gedə bilər. Xatırladaq ki, bir neçə il əvvəl mətbuatda Agil Nəzərlinin səhhəti ilə əlaqədar həqiqi hərbi xidmət keçmədiyi barədə də məlumatlar yayılmış və geniş ictimai müzakirələrə səbəb olmuşdu. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, bütün bu məlumatlar müxtəlif mənbələrdə yayılan iddialara əsasən hazırlanıb.